Salam əziz və hörmətli dostlar, xoş gördük. Mən İnsaf Əli Hidayət, Düşüncə Otağı, Düşüncə Bağı adlı proqramı aparıram. Umarım ki, bu günləri də yaxşı bəhslərimiz olsun. Bəzi məsələlərdən dolayı bu günləri biraz tez başlayıb, o tərəfdən də biraz tez qurtulmağı düşünürük. Bir ayrı iclasa yetişmək məcburiyyətindəyik. Ona görə bu günləri belə bir vəziyyətə gəldik. Mən qonağımız təşrif gətirincə, gətiriblər əlbəttə təşrif gətirdi. Çox gözəl, çox gözəl. Sağ olun. Təşəkkür edirəm mən sizi buradan çağırmağa cəhd eləyim. Qonağımız təşrif gətirincə mən bu müqəddəməni ərz edeyim ki, bu düşüncə bağına biz bir proje tərif elədik. O da budur ki, Güney Azərbaycanlı və habelə İranda yaşayan türk millətinin siyasi partilərinin, liderlərinin və mənsublarını dəvət eləyək. Onların düşüncələrin, fəlsəfələrin, ideolojilərin, yol xəritələri ilə tanış olaq. Görək ki, nə istəyirlər və necə onlara yetişmək istəyirlər. Bu əsas üçün 500-ə yaxın soru yazdıq və onlara göndərdik, dəvət elədik onları. Onlar da çox böyüklüklə qəbul elədilər, gəlsinlər. Bu günədək mən bir dəfə də çağırım dostumuzu. Bir daha çağırdım. Bu günədək Güney Azərbaycan İstiqlal Partisi gəlibdi. 11 gün huzuru olubdu. 10 gün milli ərdəmli və bir gün ən ərdəmli seçilibdi. Yenə də dedi ki, olmur. Mən bir daha çağırım. Umaram ki, bu dəfə icazə versin ki, təşrif gətirəsiz. İkinci parti Güney Azərbaycan. Salam aleyküm. Xoş gördük. Hoş gördük. Sağ olun. Necəsiz? Var olun. Teşekkür ederim sizden. Sağ olasınız. İkinci parti Güney Azərbaycan Demokrat Türk Birliği Təşkilatı idi. Heç bir iclası gəlmədi. Bundan belə ki, söz vermişlər. Üst-üstə 60 mənfi aldı. Yunus bəy Şamili Azərbaycan Demokrat Parti tərəfindən 5 gün gəldi, 6 gün gəldi, bir gün ən ərdəmli və o birisi günə ən üstün unvanı, yəni milli ərdəmlini aldı. Salih Kamrani cənabları da Azərbaycan Mərkəzi Partisi lideri olaraq təşrif gətirdilər. 6 günün 5-də huzuru oldu və hər 5-də də milli ərdəmli nişanını aldı. Eldar bəy Qaradağlı cənabları da Güney Azərbaycan Milli Qurtuluş Partisi tərəfindən huzur tapdılar və hər 6 günündə də milli ərdəmli unvanını qazandılar. Məcid bəy Cəvadi Azərbaycan Milli Dirəniş Təşkilatı başqanı olaraq gələcək idi, amma mənim bəzi qüsurlarımdan dolayı gələ bilmədilər və beləliklə umaram ki, gəlsinlər. Necə ki, umaram ki, Əjdər bəy Təqizadə cənabları da gəlsinlər və düşüncələrin ortaya qoysunlar. Ondan sonra Haşim bəy Bilgini dəvət elədik. 2 cələsə huzurları oldu Güney Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən, amma bəzi nədənlərə görə davam etmədik. Çox heyif olsun ki. Sayın Sadıq İsabəyli cənabları ilə də bugün 4-cü günümüzdür ki, danışırıq və əlbəttə bugün biraz qısa olacaqdır. Sadıq bəy Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi idarə heyətinin üzvü və habelə qurucusularından birisidir. Bu günləri huzurları var. Çox sağ olun, təşəkkür edirəm. Sadıq bəy, siz buyurun bir salam əleyk edin, sözümüzə başlayaq. Hoş gördük değerli İnsaf Əli bəy, değerli tamaşaçılar. Ümid edirəm ki, yaxşı verilişimiz olsun. Sağ olun, təşəkkür edirəm. Biz dünənləri federalizmi danışdıq, istiqlalı danışdıq, amma bu günləri bir qeydiruq, vətəni biraz danışaq, sonra üçün vətəndaşı danışacağıq. Ona görə biraz yenə bu günləri vətənə görə biraz geniş danışacağıq. İran və farslar vətən anlamın, vətənin sərhədlərin qarmaqarışıq üzrə bura gəlməmişdən öncə o birisi sualı soruşum. Vətən nədir və haradır? Vətən çox mürəkkəb bir anlayışdır. Yəni nə
mənada mürəkkəb anlayışdır. Vətəni tərif eləyəndə sırf onun coğrafi anlamda tərif eləmirsən. Onu həm də kültürel anlamda, tarixi anlamda, o bağlılıq anlamında, hoviyyət anlamında, kimlik anlamında və bu deyək ki, anlamların içindən çıxan bir vətən anlayışı formalaşır. Keçən dəfə də biraz danışdıq. O doğulduğun yerdən başlayır və sonra böyüdüyün o torpaqlar, hər halda o şəhərlər, insanlar, kültürlər, dil, mədəniyyət və bunların hamısının o toplusundan bir anlayış formalaşır və olur vətən. Vətəni belə demək olar. Haradır? Vətən, yəni hər bir insanın özünü aid etdiyi bir coğrafi ərazi ki, o kimliyini, hoviyyətini oradan alır. Bütün hoviyyətini oradan alır. O olur vətən. Qədim, əgər bilmirəm siz şəriətə nə qədər varidsiz yox, amma şəriətdə deyirdilər ki, əgər bir vətəni belə tərif edirlər ki, əgər yaşadığın yerdən o qədər uzaqlaşasan ki, məsələn orada da itlərin səsləri gəlməyə, orada vətəndən çıxırsan eşiyə. Vətəndən belə bir tərif var idi. Sonra da hər yerdə qəsdi iqamə eləsən, desən ki 10 gün burada qalacağam, oranı vətən hesablayırsan. Bu anlayışa necə baxırsınız? Məncə bu anlayış doğru deyil. Çünki rəhmətli Profesor Səbri bəyin bir maraqlı fikri var. Deyir ki, mən vətəndən çıxdım, vətən məndən çıxmadı. O illər uzunu İngiltərədə oxudu, profesor oldu, həyatını orada qurdu. Amma hər zaman Təbrizin, Azərbaycanın həsrətini çəkirdi, yaşayırdı onunla. Gecə gündüzü vətən idi. Məsələn, elə olur ki, mən şəxsən məsələn öz şəxsi həyatımda deyək ki, yuxu görürəm ki, oradayam, Azərbaycandayam və o mənim belə deyək də ən xoş xatirələrim kimi mənim zehnimdə qalır. Və yaxud burada deyək ki, ağacına baxırsan, daşına baxırsan, suyuna baxırsan, məsələn Finlandiya çox gözəl bir ölkədir. Gerçəkdən də məsələn desən ki, bir cənnətdir, cənnəti özündə deyir, əks etdirir. Təbiətinə görə, insanlarına görə, qayda qanunlarına görə. Amma o nə daşı o daşdır, nə torpağı o torpaqdır, nə ağacı odur. Yəni harasına baxırsan, o bağlılığı hiss eləyəsən, amma deyək ki, adicə bir videodan, adicə bir şəkildən savalanı görəndə o insan kövrəlir. Demək ki, burada bir ciddi fərq var. Demək ki, o bizim ruhumuza işləyibdir vətən həm də. Yəni ruhumuzla onu hiss edirik və hesab edirəm ki, o fikir ki, biraz ondan uzaqlaşdın, o səndən gedir, bu məncə doğru deyil və biz vətəndən çıxsaq da vətən bizdən çıxmır, gerçəkdən. Ruhumuzda yaşayır. Təşəkkür edirəm. İran və farslar vətən anlamın, sərhədlərin qarma-qarışıq etmişlər keçən yüzildə. Fikirsiz hədəfləri nədir, məqsədləri nədir ki, bir belə qarma-qarışıq etməyə çalışıblar? Məncə hədəfləri hər kəsi hoviyyətsizləşdirmək və yeni saxta hoviyyət vermək. Necə ki, o insanlara öz dillərini sırıyırlar, başqa dilləri qadağa eləyirlər. Necə ki, öz kültürlərini sırıyırlar. Məsələn, bayram ərəfəsində Hacı Firuzun Təbrizdə nə işi var? Amma niyə deyək ki, Təbrizdə ya Ərdəbildə o təkəmçiliyə qarşıdır? Orada təkəm oynadılar. Keçən dəfə mən oxuyurdum çox böyük
təəssüf hissi keçirdim. Bir insanımız o təkənnçilik eləyirmiş, həm də biraz cismi olaraq məlum vəziyyətdə. Onun təkəmin qırıblar, təpi altına saldılar, özünü də döyüblər. Adam göz yaşını qorğaq kimi tökürdü. Niyə belə bir, yəni o mədəniyyət ona niyə bu qədər ağır gəlir? Ona görə də bayaq dediyimiz kimi o coğrafi anlamda həm də bir vətən var. Yəni onun içindəki hoviyyətlər bir vətən anlayışını formalı. Bax görürsünüz o coğrafinin adını dəyişir. Dağlarının, çaylarının, filanlarının və qarışıq bir vəziyyət yaradır ki, o hoviyyətlər içsin, vətən anlayışı, bağlılıq içsin, onun dediyi bir vətən anlayışı formalaşsın. Amma o formalaşır mı? Yox. Məsələn, mən əskərlikdə olanda hər halda zorunlu əskərlikdir də biz gedirik məcburən. Məsələn, orada hətta o özlərini fars bilən insanlar, o əskərlikdə də axırda ki, hamı yorulurdu. Məsələn, bir 10 ay, 1 il keçəndən sonra. Yəni, gəlirdi, səhərdən axşama İranı söyürdü, gedirdi. Özü də fars ailəsindən. İranın adını da, soyunu da, çıxardanı da, Rizaxanı da, Xumeynini də, Xaməni, bütün o bunların sülaləsini söyürdü ki, mənim nə işim var burada? Mən məsələn deyək ki, fوق lisansam, nə bilim, doktora oxumuşam. Mənim nə işim var? Bax, səhər gedirəm, gün ortaya kimi mən burada niyə sülənməliyəm? Mənim işim var, gücüm var. Mən niyə gətiriblər bura? Mən onda daha çox hiss edirdim ki, bu ona vətən kimin gəlmir. Biz zaten özümüzü məcbur olaraq hiss edirdik. Amma məsələn, onların özlərinə də belə o anlayış qəbul olunmur. Ona görə də bunlar çalışırlar ki, o işlərlə özlərinə bir vətən anlayışı formalaşırsın. Amma siz elə bu ictimai siyasi prosesdə görürsünüz, nə qədər də İrançılıqdan danışsalar, gerçəkdən də onun hoviyyəti ilə yaşam tərzi formalaşmayıbdır, yoxdur. Doğru. Vətəni kim tərif edir? Yəni dövlət tərif edir, millət tərif edir, ziyalılar tərif edirlər, xalq tərif edir. Kim tərif edir? Məncə vətəni hər bir insan özü tərif edir. Yəni öz içində. Keçən dəfə söhbətimizdə dedik, məsələn, adam var, vətənini ancaq doğduğu kənd bilir. Doğduğu şəhər bilir. Deyəndə vətən deyir mənim kəndim. Vətənimə getmişdim. Hara getmişdi? Kəndinə. Vətənini ora bilir. Yavaş-yavaş o bağlılıq böyür, anlayışı o genişlədikcə o dedik bayaqları kültür, mədəniyyət, dil, digər amillər gəlir, o vətəni ona sevdirir və vətən onun içində böyür, ruhuna işləyir və düşüncəsinə işləyir və vətəni ilə olur vətənin o daşı, vətəndaş anlamlı bir fikirdir. Dövlət isə onun siyasi coğrafiyasını yaradır, qoruyur və o vətəni vətənləşdirən insanlardır. Amma dövlət də o insanların o vətəndə insancıl rifahda yaşanmasına şərait yaradır və daha çox sevdirir. Yəni, insanlar var ki, öz vətəni ilə təbii ki, fəxr eləyir. İnsanlar da vardır ki, vətəni deyək ki, elə bir vəziyyətə gətirir ki, o yavaş-yavaş belə ondan imtina edir, qaçmağa çalışır, bezir. Yəni, dövlət vətəndən bezdirə bilər, amma sevdirə bilməz. O sevgini sadəcə qoruyub saxlaya bilər. Onu biraz artıra bilər. Gözəl. İndi bir-iki dənə sual soruşacağım. Bunların cavabını vermişsiniz keçən günlərdə. Amma istəyirəm xülasə işarə edəsiniz, gedək yavaş-yavaş o birisi bəhsə. Sizin vətəndən olan tərifiniz hangi əsaslara dayanır? Əsaslara dayanır. Bizim vətəndən olan tərifimiz onun hoviyyətinə dayanır. Onun
kültürel anlamına dayanır. Onun tarixi dəyərlərinə dayanır və onun təbii ki, insanları və onun necə deyirlər, coğrafiyasına dayanır. Vətənin sərhədləri hangi dövrə əsasən təyin olunur? Onu bir müəyyən dövr kimi bəlkə nəzərdə tutmaq olar, amma necə deyirlər, belə deyək də, bir sürəc içində bu formalaşan anlayış olduğuna görə mən hesab edirəm ki, yəni misal üçün biz zaman deyək ki, İran adlanan ölkə ya o coğrafi ərazi, hətta ondan böyüyünə belə sahib idik. Siyasi hakimiyyətimiz var idi, Hindistana qədər də gedirdi. Amma biz Hindistanı nə qədər özümüzə bu dəqiqə vətən kimi bilə bilərik, ya Əfqanistanı bir zamanlar, ya nə bilim, başqa yerləri bir zamanlar. Amma Azərbaycanı biz özümüzə, çünki bizim o mənəvi kimliyimiz, milli kimliyimiz, kültürel kimliyimiz, o bağlılıq hissimiz bura aiddir. Azərbaycana aiddir. O dediyiniz o sərhəddin çizilməsi də elə o əsaslarla formalaşdığına görə bir təbii vətən formalaşır. Baxın, məsələn, demək olar ki, biz siyasi xəritədə bugün Güney Azərbaycanın hələ bilmirik hansı şəhəri gerçəkdən Azərbaycandır, deyil, çünki parçalayıblar filan. Amma əgər dəqiq o tarixi, deyək ki, əsaslarla, tarixi proseslə ya xəritələrlə filanla bilsək ki, məsələn, bizim filan ərazimizi bu qədər ayırıb başqasına veriblər, biz onun qaytarılması üçün hər şey eləyəcəyik. Belə bir şey yaradır, o vətən hissi. Siz işarə elədiniz Əfqanistana ki, biz indi ora nə qədər oranı vətən bilirik, bir zaman bizim deyərlər hökmümüz altındaydı, bayrağımız altındaydı. İndi məsələn biz unutmuşuq ki, Əfqanistanın cəmiyyətinin yüzdə neçəsi məsələn türkdür və bizim türklərdir, yəni bizdəndirlər. Bizim qırılıb qalmışıq orada. Necə ki, biraz da Suriyədə, biraz da Əraqda, biraz da Rusiyədə, Gürcüstanda, Ermənistanda, elə bu tür hər yerdə qırılıb qalmışıq. Acaba bu gücsüzlüyümüzü tövcih edirik? Yoxsa məsələn Amerikanın gücü var, bu cür 50 dənə eyalət hərəsi də bir yerdən gəlib, amma vətən bilir Amerikanın 50 eyalətində. Hangisine de geçse oranın özünə vətən bilir. Bunu mən Amerikanları bilmirəm, ola bilsin ki, məsələn, amma o filmlərdə falanlarda görmürsən, məsələn, deyir, birinə deyəndə haralısan, o öz əyalətin deyir, yaşadığı əyaləti adətən deyir ki, mən filan əyalətdənəm. Ona görə də onun üçün birinci o əyalətdir. Sonra o dövlət anlamında bir Amerika. İç məsələdə olanda, yəni məsələn mənlə siz elə bir danışırıq, deyirik haralısın, deyirsən Təbrizliyəm, ya Ərdəbilliyəm. Amma dış adamla danışanda, xarici biri ilə danışanda haralısın USA. Yəni indi burada USA deyəndə ona o vətən hissini, ona artıq o hüviyyəti qəbul eləmə. Çünki öz vətəni də onun bir parçası olanda, necə biz deyirik, bir kəndimiz Azərbaycanın bir parçasıdır. O kənd dışlansa, təbii ki, o başqa bir şey olacaq. Amma o özünü ora böyüyə aid edir və çünki bir parçası olur. Zəifdən deyil, deyirik ki, məsələn, ora bizim deyil, vətən hissimiz yoxdur. Buna görə ki, zəifimiz zəif olmuşuq, əldən vermişuq. İndi əldən almağa bəlkə gücümüz yoxdur. O vətən hissi də əlimizdən gedir. Yəni, baxın, misal üçün Hindistanda da türklər yaşayır, düzdürmü? Bir çox yerlərdə yaşayır. Əfqanistanda da sizin dediyiniz kimi yaşayır. Onlar, orada yaşayan insanlar oranı özlərinə vətənləşdirə bilərlər. Amma məsələn, Qaşqay türklərinin
şeyine gedim. Mesela onların o şeirleri, kültürlerinde birçok mesele hele de Azerbaycan'dır. Ya mesela Türkiye'de Iğdır'da yaşayan ya e, herhalde o bölgelerde de yaşayanlar görürsünüz şeyde bu Irak'ta, Irak Türkmenleri. Mesela onlar hele de Təbriz deyib gözyaşı tökürlər. Və o söhbət o bağdan gedir. Onlar gərək o ana vətən Azərbaycandır. E, Ona görə də bir qıraqdakı təbii ki buranın Azərbaycanın həsrəti ilə o belə deyək də həsrət şeiri, ədəbiyyatı, o duyğusu ilə şey olur. Amma mən yəni onu bəlkə tarixi olaraq dəyərləndirsə Güc faktorunu hesaba gətirmirsiniz də, yəni vətəndə güc faktoru, güc nə qədər bunu sizə vətən eləyə bilir, eləyə bilmir, onu hesaba Yox, gətirmirsiniz. məsələn, Uyğur türklərinin yaşadığı bölgə, orada biz bilirik, türklər yaşadığı üçün biz oranı sevirik. Görməsək də, getməsək də. Orada türk yaşayır, türk mədəniyyəti var və s. Amma oranın biz özümüzə aid eləməmiz, gücümüz olsa gedib oranı da qataraq, məsələn, belə bir anlayış biraz, çünki mən hesab edirəm ki, o vətəndə o necə deyirlər, o hoviyyət məsələsi, kimsi bağlılıq, könül bağlılığı, ruhsal bağlılıq çox önəm daşıyır. Sadəcə siyasi anlamında mən oranı tutmuşam, nə vaxtsa mənim hökmranlığım altında olub, eləyə qalsa çox məsələlər çıxar. Yəni Təbii ki. Vətəni vətənsizləşdirmək siyasəti haqqında nə düşünürsünüz? Bu siyasət ki, keçən 100 ildən çoxdur gedir, Azərbaycansızlaşır, vətənsizləşir. Bunu necə görürsünüz? Çində çinliləşir, Rusda ruslaşır, İranda farslaşır. doğrudur. Burada Azərbaycanda belə Azərbaycansızlaşdırma bir siyasəti var. Mesela Güney Azerbaycan'da siz fikir verseniz o coğrafi ərazimizi müxtəlif ad altında, o inzibati bölgü adı altında parçalayıblar. Ostanlar adı altında. Güya ki bizə çox, məsələn, xeyirli bir iş görüblər, amma əslində belə deyil. Məsələn, baxanda görəndə Təbriz nə qədər gücsüzləşibdir. Niyə? Çünki Təbrizin o ehtişamı, Təbrizin o hoviyyəti gücü, Təbrizin o tarixi gücü, Təbrizin kültürel gücü Azərbaycanla support olanda, Azərbaycanın başqa yerindən support olanda, baxın görün o güc necə qata qalxır. Amma Təbrizi Azərbaycansızlaşdırma siyasətini biz bugünə kimi görürük. Çalışırlar Təbrizdən ayırsınlar. Çünki Təbriz o gücün tam qaynağıdır, mərkəzidir. İstəyirlər o yumruq gücsüzləşsin. Çünki Azərbaycan gəlib Təbrizdə yumruq olanda o yumruğun gücü, yəni hər tərəf, ya sadəcə qudrəti siyasi, ya qudrəti şey kimi demirəm, mənəvi güc olaraq, maddi güc olaraq, siyasi güc olaraq, iqtisadi güc olaraq. Amma Təbrizdən Azərbaycanı ayıranda, Təbrizi Azərbaycansızlaşdıranda o Təbrizin ekonomisinə də, dilinə də, kültürünə də, siyasi güc təsirinə də, hamısına təsir edir. Misal üçün, Təbriz bəzi yerlərdə, məsələn, mən görürəm ki, məcburən manevr eləyir. Yəni, o siyasi təsir göstərə bilmir. Məcburən bir yola gəlir ki, o bir ikinci, üçüncü yol axtarsın, qarşı durmadan o prosesi aşa bilsin, o dönəmi aşa bilsin. Misal üçün, Moğollar dönəmində Moğollar 3 dəfə Təbrizə hücum ediblər. Hər üçündə də Təbrizin əhalisi yığılıb o baş bilənləri, varlı insanları ki, gəlin pul yığaq. Bunlar zaten hücumdan niyyətləri şeydir, pul almaqdır, ya qızıl almaqdır, hər nə. Onlar da deyirmiş, pul verir, sizlə işimiz olmayacaq.
o hücumun 3 dəfə qarşısını sandıq qızıl falan aparıb veriblər ki, hücum eləməyin, insanları qırmayın, dağıtmayın və s. Amma sonra da ayrı proseslər falan. Yəni Təbriz həmişə o ağlını kullanmağa çalışıb, amma görürsünüz onu Azərbaycansızlaşdıranda istədikləri oyunu Təbrizin üzərindən də oynayırlar. Məsələn, indi fikir versəz, mərkəz siyasət ya Fars mərkəzli siyasət çalışır Təbrizi gücünü öz xeyrinə çevirib və göstərsin. Məsələn, Xaməneyinin çıxışlarında görürsünüz, Təbrizə belə şan şöhrət qatır, amma deyir, əgər mənə xidmət eləyirsə, əgər məni təbliğ eləyirsə, əgər mənim, o deyir, onun işlətdiyi dil mənim tərifim üçün şeir deyirsə, onun iqtisadiyyatı mənim hakimiyyətimin güclənməsi istiqamətindədirsə və bu kimi məsələlər vardı ki, Azərbaycansızlaşdırma siyasətini çox təəssüf ki, müxtəlif formada aparır. Mən bu seçkilərin sonuçlarına baxırdım. Görürdüm ki, məsələn, Zəncanda mən bilirsiniz, seçkiləri təhrim eləmişəm. Elə onda da varam hala və inanmıram ki, Pezeşkiyan gedib türkçülük eləyəcəkdir, Azərbaycançılıq eləyəcək. Buna inanmıram mən. Əsla və əbədə. Amma indi baxanda görürəm ki, bir ildə insanlar deyirlər ki, bu Azərbaycanlıdır, türkçüdür filandır, səs verirlər. Amma görürəm Zəncanda elə qopub Azərbaycandan zahirən ki, məsələn, gedib Cəliliyə səs verib, amma buna verməyib. Mən deyirəm, əgər sən səs verirsən, niyə öz vətəndaşıva ya özündən olan adama səs vermirsən? Hətta belə bir şey məndə formalaşır ki, insanlar vətəndən qopublar. Yəni, o sistem qopandan sonra o təəssübü də gedir arada. Və hətta təəssübü qalsa belə ki, məsələn, vardı. Mən, məsələn, Zənganlı dostum olubdu Tehranda. Çox yaxşı da dostlarım olubdu. Zənganlı olublar. Yəni ailəvi dost olmuşuq. Və o Azərbaycanı seviblər, ona bağlılıqları olub. Məsələn, bizdən müəyyən mənada mən müqayisə eləyəndə gördüm fərqlidirlər. Mənim sevdiyim qədər o sevgi onlarda biraz fərqlidir. O da görünür ki, o hər halda o asimilasyon siyasəti, vətənsizləşdirmə ki, dildən başlayır, o dil məsələsi, digər amillər. Bir də bir şey deyim, mən haşiyə də olsa bunu deyim, siz o seçki oyunlarının boykotu ilə bağlı dediniz. Mən hesab edirəm ki, bizim siyasi boykot etmə məsələlərimiz bir sıra usullara, prinsiplərə dayanır. Yəni, əgər biz də durub desək, orada seçki var, filan var və yaxud bir ümidi əsaslandırıb, deyək ki, yalancı bir totalitar rejimin güclənməsinə biz də dəstək verərsək, o da bizim siyasi şuurumuzun olmadığını göstərir. Bu başqa məsələdir. Amma bizim ərazimiz işğaldadır, bizim əhalimiz məcburdur o işğalçı rejimlə hesablaşsın. Məcburdur bəzi şeylərdə, belə deyək də, hətta təhdiddən fürsət yaratsın. Məsələn, Təbrizdə gördünüz də, o Bağ-Şimalda məsələn, Azərbaycan mahnısı oxudular, Azərbaycan dedilər, haray mən Türkəm dedilər və yəni ona baxmayaraq ki, rejim hər şeyi qurmuşdu ki, oradan Azərbaycan sözü, səsi gəlməsin. Yəni, bu anlamda biz insanlarımızı da başa düşürük. Bu anlamda hələ burada bu təhdiddən bizimkilər fürsət axtarışındadılar və çox da ağıllı davranırlar. Məncə də fürsət axtarışında olmalıdır. Və olmalıdırlar da. Məncə də fürsətlərdən bəzi fürsətləri biz yaradırıq, bəzi fürsətləri düşmən. Biz o fürsət ələ düşəndə düşməni yıxmağa çalışmalıyıq. Hər nə şeylə olur olsun, yolundan öyle olsun. İndi geçək o birisi suala. Vətən keçən 100 ildə dəfələrcə bölünübdür. Yəni bölüblər. Fars hakimiyyəti bölübdür. Vətənin adın üstündən götürübdür. Vətənin duyğusun Azərbaycançılıqdan çıxardıb İrançılığa aparıbdır. İndi
sizin təşkilat buna necə görür? Yəni buna necə baxır bu prosesiyə və bunların özünə? Bizdə o fəaliyyətimizdə o günləri mən sizə oxudum. O strategiyamızda. Elə birinci bəndə bu var idi ki, İran rejiminin mərkəzçi hakimiyyətinin Güney Azərbaycanda gücünün zəiflədilməsi. Bu gücün zəiflədilməsi təbii ki, sırf belə deyək də, yəni bir çox məsələlərdən danışırıq. Kültürel olaraq, kültürel nüfuzunun azaldılması, dil nüfuzunun azaldılması, siyasi nüfuzunun azaldılması, iqtisadi nüfuzunun azaldılması və yaxud hegemonluğunu azaltmaq, hegemonisini azaltmaq və Azərbaycanı gücləndirmək, Azərbaycan özü öz ayağında dursun. Və bu bir gerçəkdən də yəni çox iş gərəkdirən məsələlərdəndir və hesab edirəm ki, o parçalanmanın qarşısını almaq üçün birinci o vətən kimliyini millətimizə qaytarmaq, Azərbaycançılıq və o kimliyin əsasında o mübarizənin bütün yönlərini ya potensial imkanlar mübarizədə, potensial bütün imkanlarını səfərbər eləmək. Məsələn, mən hətta deyirəm ki, insanlarımız bir bənd şeir örgəşsə, bir bənd şeir, o belə dəyərlidir. Azərbaycanın adını məsələn gündə 5 dəfə çəksə, o belə dəyərlidir. Çünki o bilməlidir, o bağını Azərbaycandan qopartmamalıdır. Onlar ona cəhd eləsələr də. İndi görürsünüz də, məsələn bir ara Osmanlılar arası savaşlar yaradırdılar. Şəhərlər arası savaşlar yaradı. Mən məsələn yadımdadır ki, Əcəbşirdə mən olduğum zaman, o proje ilə işlədiyim vaxt, orada deyirdilər ki, Əcəbşiri deyəsəm, Bəxşidaridən şəhər statusu vermək. Və orada söhbətlər gedirdi, qızğın söhbətlər gedirdi. Əsas söhbət də bu idi ki, Təbriz qoymur biz şəhərləşək. Və o mənə toxunurdu. Mən çox onlarla danışırdım ki, Təbriz dediyin Azərbaycanın hər şeyidir. Biz suçu Təbrizdə yox, Tehranda axtarmalıyıq, mərkəzdə axtarmalıyıq. O, onun siyasətidir. Yoxsa bəlkə oradan əmir gəlir, burada deyək ki, sizin bu statusu almaq, sonra məsələn deyək ki, büdcədə biraz artım falan olması məsələsi Təbrizlik deyil. Niyə bildiyinizi də danışırsınız, bilmədiyinizi? Yəni o zamanın o qızğın söhbəti idi. Sözümün canı bu ki, baxın görün hansı vasitələrlə Osmanlılar arası savaş yaradırlar, şəhərlər arası savaş yaradırlar və o bayaq dediyiniz o parçalanma siyasətini həm də bir növ bizim öz əlimizlə etməyə çalışırlar. O da onların hər halda bilirlər ki, həzinəsizdir. Həzinə də olacaq, biz ödəyəcəyik. Həzinəni bizə ödədirlər, doğrudur. Doğrudur. Vətən üçün, üzrə, Pəhləvilər və mollalar keçən yüzildə vətəni dəfələrcə bölüblər, qonşulara paylayıblar, adın üstündən götürüblər. Yəni, həm Azərbaycan adın üstündən götürüblər, həm də şəhərlərin tarixi adların üstündən götürüblər. Yəni, məsələn, o ad bizə deyirdi ki, Soyuqbulaq. Bu deyirdi ki, bu türkdür. Amma məsələn, onun adı qoyanda bir ayrı bir şey, onun həm Azərbaycandan çıxlatması, məsələn deyirəm ha, həm də ki, adın götürülməsi. Bunlar çox bizi oradan qırırdı. İndi bu
vətənə bu duyğunu da aradan apardı. O vətən sevgisi. İndi siz çox gözəl misal vurdunuz. Şəhəri ilə Ərdəbil ilə Təbrizi Ustan savaşı salmışdılar da. Evet, Bu bizə rəbti yoxdur ki. Bunu evet, mərkəz bağlı. Amma evet. bu savaşın xərci biz verdik. Ərdəbil ilə Təbrizi bir-birinə düşmən eləmək onun savaş şeyidir, Nifret xərcidir. yaradır da. Həzi, Bakın, nifrət, evet, düşmənsiniz. O düşmən onu yaradırdı. Özə deyirdi ki, Təbriz edir ya, öyle. filan edir. Bunlar şeydir. Yəni indi bəzən görürsüz şəhərlər arasında bunları biz də burada çəkməyək çox. Amma bilirik ki, şəhərlər arasında Ərdəbilin öz içində, Azərbaycan şərqinin öz içində, Azərbaycan qərbinin öz içində, Zəncanın içində elə bu savaşı salırlar. Daimən bunu salırlar. Əmdən də salırlar ki, onlar bir-birlərindən qopsunlar, bir-birlərindən uzaqlaşsınlar. O Azərbaycancılıq. İndi mən istəyirəm görüm ki, bu vəziyyətdə bunları necə düşünürsünüz? Bu haqları, bu millətin haqları, o nə düşünürsünüz? Bu parçalanmağı, millət adın duyğusunu götürməyi necə düşünürsünüz? Neynəməlidir O millət? bence tabii ki mariflendirmeden geçir ama birinci o hoviyeti özümüze kaytarmak için e, göreceğimiz işler. Yani necə mesela biz deyirik ki dil bizim hoviyetimizdir. O dilimizi gerek kaytarak o hoviyetin biri qayıdır. Milli rəqslər. Girversəz mesela bir ara Fars rəqsləri, Fars musiqisi qırğın eləyirdi. İnsanlar qırıq kəmər, elə bir Farslar kimi. Sonra indi yallılar belə igid kimi, qəhrəman kimi rəqslər, qadınlı kişili o rəqs qrupları yarandı, rəqs klasları, ortamları, musiqidə görürsünüz ki, məsələn bizim artıq o Fars melodisindən məsələn çıxarırlar. Məsələn bəzi o küçə musiqisini demirəm, hələ də qalır məsələn toylarda falan. Amma o bir sıra insanlarımız vardı ki, Fars musiqisindən çıxır Azərbaycan musiqisini, yəni kültürel hoviyyətimizi özümüzə qaytarır. Torpaqlar da belədir. Birinci o adı özümüzə qaytarmalıdır. Yadınızda olsa məsələn Urmuda, Qərbi Azərbaycanda ya da Şərqi Azərbaycanda həm də desək, küçələrin yenidən adlarının bərpa olunması, türkləşdirilməsi, tabloların vurulması və bunun üçün bizim milli fəallar çox əziyyət çəkdilər, çox əmək verdilər. Dəridən qabıqdan çıxdılar. Şuray şəhərin seçilməsi məsələsində, digər məsələlər. Yəni nə qədər iş gördülər və siz görürsünüz yadınızda olsa, məsələn bu Kürt terror təşkilatlarının üzvləri gəlirdi onu qırmızılayırdı, rəngləyib gedirdilər tablo. Bizimkilər dəyişirdi, onlar gəlib rəngləyirdi. Ya məsələn deyək ki, Təbrizdə bizim hansısa bir belə deyək də bir numadımız var, bir simgəmiz var. Bizi təmsil edən simgə. Gedib onu qızardırlar, sındırırlar. Bizimkilər təzədən. Baxın görün nə qədər önəmlidir bir simgə, bir adın özünə dəyişdirilməsi. Bu mənada hesab edirəm ki, məsələn mən bəzi vaxtlar xəritədə baxıram, çox belə ucqar yerlərdə təmiz türkçə olan yerlərimizin adını görürəm. Mən onun xəritəsini çəkib, məsələn, sosial mediada da çəkinirəm paylaşım. Ki, amandır, bunu görərlər, gedib həmən ora, məsələn, Dəyişdirəndir. Həsənabad, Tağıyabad, Nağıyabad qoyub, o adı da elə götürəcəklər orada. Amandır, dəyməsin, qoymasan o dağdır, daşdır, çaydır, adı nədir, elə qoy qalsın, bilmirlərsə də bilməsin. O deyil, dəlinin yadına daş salmıyor. Yəni, o bir adın özü, məsələn, Sulduzun adının özünə qaytarılması üçün görün Sulduzlular nə qədər əziyyət çəkirlər. Çünki lazımdır biz ora Sulduz deyək. Söyüqbulaq deyək. Söyüqbulaq deməyənə qədər o elə başqa bir ad qoyub oranı özününkiləşdirəcək. Necə ki, məsələn, Qarabağı adını istəyirlər, elə qondarma ad qoymuşdular. Ona da tarix yontalayırdılar. Xaç, kilisələrin, nə bilim, gündə bir kilisə tikirdilər və s. Yəni, deməyim odur ki, bir-bir onları qaytardıqca o vətən hoviyyəti, vətən kimliyi özünə qayıtmış olur. Yəni, bizə gərək ki, onlar qayda ki, biz də
onu vətəndə əks etdirək. Keçək vətəndaş məsələsinə. Sizin təşkilatın anlamı vətəndaşdan nədir? Vətəndaş. Mən onu o deyir sənədlərimizdə də bizim yəni bir qanuni o deyir tərif vermək olur. Məsələn, vətəndaş hüquqi cəhətdən məsələn bir vəziyyət. Bir ölkədə yaşayırsa, oranın tabiəti onda varsa, oranın tabiətində olduğu şinasnaməsi falan dəmləşkə olur bir vətəndaş. Amma biz məsələn, bizim indi bu dəqiqə o mənada vətəndaşlıq məsələmiz şəhərvəndi kimi gedir və bizi Azərbaycanlı yox, İran adlanan ölkənin bir vətəndaşı olaraq, yəni sənədlə, o tabiçilik, şəhərvəndi hüquqi statusla belə deyək də müəyyənləşdirir. Buna görə də o mənə elə gəlir ki, vətəndaşlığın məsələsini biz ona müxtəlif o köklü belə deyək də zirbənayı deyim, köklü məfhumlarla onu dəyərləndirməliyik ki, o insan sadəcə deyək ki, hüquqi açıdan vətəndaş olduğunu düşünməsin ki, mən elə İran var, İranın da şinasnaməsini daşıyıram deyə oranın vətəndaşıyam. Amma o deyil. O gərək ona o bayaq danışdığımız onun o kültürel hissi də, vətən hissi də, digər o şeylər də ora gəlsin ki, o vətəndaşlığı o könüldən, içdən o mənimsəsin. Sonra sənədləşmə məsələləri bir ayrı bir hekayə. Məsələn, biz də bu xaricdə vətəndaşıq. Bu ölkənin vətəndaşıyıq. Amma buranı gerçəkdən nə qədər özümüzə vətən bilirik məsələsi, bəlkə mənəvi olaraq bir bağlılıq qurursan, yaxşı o da bunların yaxşı olduğuna görə, sənə hizmət etdiyinə görə, sənə insan olaraq şərait yaratır. Amma biz nə insancıl şəraitdən o deyir faydalana bilirik, nə bir şey. Elə adımız İran adlanan ölkənin vətəndaşıdır, amma o vətəndaşlığın əslində baxarsaq köləliyini bizə yaşadırlar. Mən indi siz danışa-danışa birdən zehnimə bir şey gəldi. Dedim ki, bunu biz tərifdə gərək bir cür tərif eləyək vətəndaşlığı ki, bu da yerləşə. İndi bilirsiniz, tərif bir icabi olur, bir səlbi. Bir şeyləri sizə verir, bir şeyləri sizdən alır ki, ola biləsiniz vətəndaş, yoxsa vətəndaş ola bilməz. Yəni, hər şeyi içinə alıb, hər şeyi içindən ata bilmir. Məsələn, düşünürdüm ki, insanlar İrandan qaçmaq istəyirlər. Ayrı bir məmləkətə sığınmaq istəyirlər. Ya sığınmaq, ya da elə pullarını götürürlər, vallarını götürürlər, gedirlər orada yaşayırlar. Burada vətəndaşlığı burada bir cür tərif eləməli yox. Yəni, fərqli tərif gərək verək məncə. Sadəcə şeylə olmaz. Yəni, hüquqi, hətta siyasi, hətta coğrafiyayı, doğumla da olmaz. Bəlkə burada bir ürək məsələsi də olmalıdır. Yəni, məsələn, deyək ki, insanlar ürəkdən bağlılıq istəyərlər. Orada onun üçün savaşmaq istəyərlər. Onun üçün ölmək istəyərlər. Orada qalmaq üçün savaşarlar. Yəni, məsələn, onu deyəndə nə olur? Biz ki, gəlmişik işiyə, biz o vətən üçün savaşırıq. Vətəndaş edib oluruq Azərbaycana. Yəni, onun üçün savaşırıq. Amma əgər gönüllü gəlsək, oradan, məsələn, deyək ki, bir qaçırıq, pulumuzu, zadımızı götürək, gedək ayrı yerdə xoş yaşayaq, onda, məsələn, o vətəndaşlıq yoxdur, hətta sicilli də olsa. Nədir, doğrudur. Ona görə mən bayaqları söhbətimizin əvvəlində dedim ki, o vətənə bağlılığı, o formalaşdırandan sonra, o, məsələn, bayaq dediyimiz o hüquqi vətəndaşlıqla o bağlılıq vətənin daşı olmaq anlamında sənin ruhuna işləyən vətən. Məsələn, indi görürsün, məsələn,
ailələr öz uşaqlarının adını türkləşdirirlər və onun üçün nə qədər əziyyət çəkir. Bu özü bəlkə balaca bir şey ola, amma bir çox önəmli bir məsələdir. O Azərbaycandan, o Azərbaycan sevgisindən bax o doğur. Azərbaycan sevgisi. O sevgini nə qədər artırdın, o vətəndaşlığın anlamları insanların içində dəyişəcək. Gərək bizim məsələn yanaşmamız belə olmalıdır ki, siz adətən deyirsiniz də o ideoloji baxış əsasında dəyişimlərin yaradılması. Amma ideoloji baxış məsələsi bəlkə üzəydə, üstdə, səthdə müəyyən təsir, amma o dərində təsirləri necə arta bilərik? Orada da çox işləməlisən ki, bu ideolojik məsələlər də gələndə onunla support ola. O həmən o birisi gəlib onun elə həmən yerini ala bilir. Amma dərindən olanda məsələn hər o deyir yoldan keçən Azərbaycanı ikinci pilliyə atıb elə mən İranlıyam, sonra Azərbaycanlıyam, sonra da insanam, sonra da Türkiyəm indi də əşida belə gətirib də bizimki. Halbuki tam tərsinə getməlidir işlər. Yəni o mən indi hər halda bunu düşünürəm ki, biz bu iradə məsələsini vətəndaşlıqda yerləşdirməliyik. Yəni bu köçümə baxaraq onu əlbəttə dedim, məsələn fərzən Azərbaycanlılar Azərbaycandan köçməyə zorlanırlar. Getsinlər Farsistanda işləsinlər, çünki iş yoxdur, gəlir yoxdur. O məsələn ürəkdən istəyib orada daşınıb getmir. Yox. O məcburiyyətdir. Mədrəsəsi olsa, danışgahı olsa, döktürü olsa, dərmanı olsa, işi olsa, gəliri olsa, ev eşiyi yəni şəhərçilik yaşaya bilsə, oradan köçməz. Yaxud kətdə yaşaya bilsə hətta. Ərz edirəm. Məsələn, biz özümüz o mühacirət eləyənlərdənik məsələn. Amma mən sonralar məsələn biz onun səbəblərini araşdıranda, çünki az əzab çəkmədi. Biz o dili öyrənənə qədər heç savaşdıq mədrəsələrdə. Bizə söyürdülər, nə bilim, türkü falan deyirdilər falan. Biz gündə də o müdiriyyətin qapısındaydıq. Gündə dava, gündə vururdıq onları. Ki, niyə deyirsən bunu? Amma iş düzəlmirdi. Yəni, illər çəkdi biz o prosesi aşa bilək və onun hələ də deyək ki, backgroundu zehnimizdə qalıb ki, onlar bizə nə o deyir qan uddurublar. Sonra onu demək istəyirəm. O araşdıranda görürsən ki, yaxşı o yaşadığın bölgədə yaşamaq üçün heç bir imkan yoxdur. Heç bir. Nə əkə bilirsən, nə biçə bilirsən, nə iş görə bilirsən, nə təhsili ala bilirsən. Yəni heç nə eləyə bilmirsən. İndi bu sözlərə baxaraq bu cür tərif eləsəz, yəni vətəndaşı və vətəndaşlığı bir elmi tərif eləyin mənə, bir siyasi, bir də hüquqi. Görüm nə cür tərif edirsiniz. İndi taza bir, yəni söz də atdığı ortaya, görək bunun əsasında bir geniş tərif tapa bilərmiyik vətəndaşa? Hüquqi olaraq deyək ki, vətəndaş fərd olaraq bir yaşadığı dövlət qarşısında bir status qazanır, bir sıra sorumluluqlar götürür, bir sıra vəzifələri olur, bir sıra o yaşadığı, ya o tabiiyyəti olduğu deyək ki, ölkədən deyək ki, bir sıra hüquqlar tələb edir. Yəni hüquqi olaraq belə bəlkə yanaşmaq olur. Mən hüquqşünas deyiləm. Amma sonra nə dediniz? Dediniz hansı formada? Məsələn, siyasi tərif eləsək nə olar? Siyasi tərif isə yenə də o məsələn deyək ki, siyasi tərif biraz fərqli olur. Yəni ola bilər ki, bir fərd bir ölkənin vətəndaşı kimi hüquqi olaraq vətəndaşıdır, amma o ölkənin nə qəbul edir, nə o ölkənin qanunlarına tabedir, nə ölkənin o belə deyək də o haqda sorumluluq
istəmir, götürmür. Yəni deyir dağılsa da dağılsın, cəhənnəmə olsun. Mən yəni o baxır ki, hansı baxışla məsələyə baxır və Yəni biz burada, əlbəttə biz burada indi cənabınızla ki danışırıq. Burada biz küllü dünyaya baxmırıq. Biz vətəndaşı öz torpaqlarımızda, o yaşadığımız yerdə, savaşdığımız yerə, oranı öz baxışımızdan tərif edirik. Deyirik ki, mən məsələn siyasidə belə tərif edirəm, hüquqi də belə tərif edirəm. Çünki mənim şəraitimə, mənim durumuma bağlıdır bu. Yoxsa məsələn biz İranın keçən səri soruşduq cənabınızdan. İranın qalmasını istəmirik, yıxılmasını istiyoruz, aradan getməsini istiyoruz. İranında bir dövlət qalmasın, yer qalmasın, siyasət qalmasın deyə çalışırıq. Təbii ki, onun vətəndaş tərifini biz qəbul eləmirik. Baxın, məsələn, siyasi olaraq bayaqları söhbətimizdə dedik ki, biz siyasi olaraq bu rejimin seçkilərini qəbul etmirik. Seçki adlandırılır. Amma bizim insanlarımız orada oranın vətəndaşıdır deyə ya zəlzələdən ya vəlvələdən. O məcburdur bir sıra kurallarda, bir sıra o dedik ya fürsət. Hətta onun əleyhinə olsa, yəni onun o milli siyasi kimliyini də sorğulasa o proses. Şəraitə baxaraq məcbur oldu o seçkidən bəlkə faydalana bilər. Bəlkə məsələn mən seçkiyə qatılım, filan milli ideyamı bu işin içində qabarda bilim. Yəni bu elə odur da, yəni bu elə görsədir ki, orada bir vətəndaş, iki vətəndaşlıq savaşı gedir. Yəni məsələn o zaman ki deyir mən Cəlili ilə yoxam, ya o birisi ilə yoxam, bu birisi ilə yoxam, mən Azərbaycan, hər kəs desə Azərbaycan, hətta bilsəm ki sonra xiyanət edəcək, mən bunun dalısından gedirəm çünki bu mənim istədiyimi gətirir. Burada bir ayrı vətəndaşlıq çıxır ortaya məncə. Yəni bu mənada deyək ki, o siyasi qərar vermə məsələsini o sizin dediyiniz kimi, o artıq müxtəlifləşir. Maraqlar, şəraitlər, fürsətlər və bir sıra bəlkə bu yoldan imtiyazlar, imtiyaz dediyimiz şey, məsələn deyək ki, başqa yerə vermədiklərini bəlkə mən zorla qopartdım anlamında. Bəlkə, məsələn, heç o da yox, deyək ki, Təbrizdə bir nəsə zavod, fabrik var, bunlar səs verməsə, sabah o bağlana bilər. Bağlaya bilərlər. O cür cəzalandıra bilərlər bunları. Onlar cəzalanmasın deyə bir də bu tərəfdən. Yəni, bir çox amillər gəlir, sən o siyasi iradə məcbur olursan o mühitdə bu şəkildə ortaya qoyarsan. Yəni, o işin o çox təəssüf ki, o mürəkkəb tərəfləri də belə olur. Yəni, siyasi vətəndaşlıq məsələsində çox belə qatmanlı məsələlər ortaya çıxır. Çox sağ olun. Vətəndaş, əlbəttə siz orada bir söz buyurdunuz. Mənim sorularım da var. Soruşursunuz amma indi isti təndirə yapışdıraq. Siz vətəndaşı fərdi tərif edirsiniz, bireysel. Bir nəfər üstündə danışırsınız. Əcəba toplumsal iradə, vətəndaşlıq, məsələn İranı qəbul eləmirik. Türk dilində mədrəsə olmadı hər kəsə. Yəni İranı qəbul eləmirəm. Azərbaycan bir olsun, mərkəzi hər yer olur olsun. Bu bir iradədir. Bunu necə? Yəni əcəba vətəndaşlığı biz bireysel yerinə milli tərif eləsək, yəni bir toplumsal ya bireylərdən bilirəm nə deyirsiniz, amma mənim fikrimcə, inancım yəni belədir, yanaşmam belədir ki, indi mənim yanaşmamı deyirəm. Bireylər, insanlar fərd olaraq, bir var fərdiyyət deyirlər, o toplumdan parçalanmış, özünü fərd olaraq görür, amma topluma aid eləmir. Bir var, amma mən deyirəm ki, o fərd olaraq hüquqlarını biləndə, sonra o kimliyini anlayanda və sonra o kimliyin əsaslarını tapanda o insanlar bağlanır artıq ora. Yəni bir-bir bağlananda o məna verir. Bir də var ki, elə sən onu ideolojik olaraq deyəsən, vətəndir, o mədrəsələr
liselərdə yadınızdadır. Bizə əvvəl surud oxudurdular, nə bilim, hədis, o, bu, cürbəcür. Amma heç birisi qalmadı. Çünki onların o niqabı ki düşdü, bildik ki bunların hamısı bizi aldatmaq üçün idi. O getdi. Bu mənada yəni toplumsal bir deyək ki, hüquqdan danışanda, bağlılıqdan danışanda, vətəndaşlıq anlayışından danışanda gərək o dəyərlər hər bir insanın içində formalaşa və sonra o toplumun içində özünü göstərə. Məsələn, biz bayaqları dedik ya, öz kültürümüzə dönüş məsələsində görürsən ki, insanlar bunu bu eləyir, o eləyir, o eləyir və yavaş-yavaş bir toplumsal milli şuur formalaşır. Bu çox lazımdır. Yəni, bir var deyirsən, quyuya su töyməklə quyuda su olmaz. Gərək özündən su çıxır. Millət özündən, yəni mədəniyyətlər bu cür olub, dillər bu cür formalaşır. Ona görə də kolay-kolay o dilləri, o mədəniyyətləri, o kültürləri o toplumdan ala bilmirsən. Qat-qat oturubdur və nəsil-nəsil keçibdir. Hər bir insanda o elə eyni cürdür. Eyni cürdür. İndi bu 100 ildə deyir ki, müəyyən mənada işlər görüblər, onu bizdən alsınlar. Amma yenə də ala bilmirlər. Bu anlamda mən onu düşünürəm ki, toplumsal o yanaşmalarda bireylərin, fərdlərin düşüncələri çox önəmlidir, agahlıqları çox önəmlidir, bilgiləri çox önəmlidir və onların içdən o məsələlərə qarışmaları çox önəmlidir. Yəni, mən doğrusu o sürü anlamında toplumu qəbul eləyə bilmirəm. Yəni, bir ideolojiya qurban verəsən və yaxud ona bir vəd verəsən, məsələn, bu günlər bu seçki oyunlarında eləyirlər ya, sizə filan şey verəcək, sizə filan şey verəcək, amma elə 45 ildir sürüyürlər. Bu gözəl bir bəhsdir, gözəl bir yerə gedir. Məncə bu bəhsi vaxt olsa adam bunu davam eləyər. Çünki indi mənim zehnimə bu, məsələn, siz danışdıqca zehnimdə həm sorular çıxır, həm də məsələn deyirəm ki, tamam bireylərdən vətəndaş deyəndə bu vətəndaşlıq toplumun hamısının birdən vətəndaş olmağında vətəndaş olur. Bireylərdə olanda, məsələn, biz gəlmişik Amerikaya, Kanadaya, siz oradasınız, vətəndaş hissi yoxdur. Bu, onların içindəki hamısı birləşibdir, onlar vətəndaşlıq hissi elirlər. Hər halda bu bəhs mənə gəlir ki, çox cəmidir bu bəhs eləmək. Biz o anlamdan danışırıq ki, məsələn, deyək, Azərbaycan bizim vətənimizdir və ona görə onun hüviyyətini qaytarırıq, kimliyini qaytarırıq, dilini qaytarmağa çalışırıq, kültürünü və s. qaytarırıq ki, orada biz o milli siyasi iradəmizi toplumsal olaraq deyək ki, ortaya qoya bilər. Ona görə də o, yəni fərdlərin bu məsələyə agah olmaması problem yaradır. Gərək belə deyək ki, hər kəsin o içindən o və siz fikir versəz, yəni bu rejim eyni halda ki, şəhərlər arası savaş salır, toplumun içində də toplumu bölüşdürür. Məsələn, bu komünizmin əsas şeyləri nə idi? Toplumu təbəqələşdirmə, bölüşdürmə, ayrışdırma, nə bilim nələr və s. ki, o vahid o gələcəkdə, çünki bu bir sürəcdir, sürəcdə formalaşır hər bir toplum. Doğru. Bir gündə olmur. Doğrudur. Vətəndaş olmanın özəllikləri, şərtiləri nələrdir? Yenə deyirəm, əgər hüquqi anlamında baxırsınız, məsələn, bugünkü o toplum, deyək ki, hansı ölkənin vətən, məsələn, biz buranın vətəndaşıyıq da, yaşadığımız ölkənin vətəndaşıyıq. Burada bir sıra, deyək ki, o vətəndaş olma, belə deyək də, vətəndaş olduğumuz üçün bir sıra bizim hüquqlarımız var, məsuliyyətlərimiz var. Yəni, bu anlamda bir vətəndaşlıqdan danışırıqsa, yəni, o vətəndaş
beraber hüquqluluğu istəyir o vətəndaş, əgər sualınız bu Yox, 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 anlamdadır. yox. Şərtləri nədir? Yəni nə cür, məsələn, Kanadada siz vətəndaş olmaq üçün burada filan müddət qalmalısınız, bu dili öyrəşməlisiniz, buranın tarixini bilməlisiniz, imtahanda şirkət eləməlisiniz, and içməlisiniz, buna vəfadar qalmalısınız, bunun əleyhinə işləməməlisiniz və belə bir şeylər, məsələn, vətəndaşlığın şərtləridir. 18 yaşı olmaqdır, xaricdən gəlsə, burada olsa doğulmaqdır, bu tür bir şeyler var. Yani Yox, indi sizin yox, düşüncədə. yəni əgər bir var deyirsən, biri o yerlidir, orada doğulur. Doğulur, artıq oranın torpağından deyir, əmələ gəlir. O artıq oranın da özüdür. O torpağın adamı. Deyir ki, bu torpağın adamıyam, yerli. O ayrı bir anlamdadır. O ayrı. Ama bir de var ki sizin dediğiniz gibi mesela gelirsen bir ülkeye sığınırsan veya iş için gelirsen müxtəlif statuslarda sen o kanunlardan geçirsen bazı o deyək ki, idari prosedurdan sonra bir vətəndaşlıq, bir kimlik alırsan. Vətəndaş kimliyi. Ama ne kadar o səni Yəni indi esas sizin təalluq Güney Azərbaycanda vətəndaşı tərif eləsə təşkilatınız, o hansı özəllikləri sayır? Deyir ki, vətəndaş olmaq üçün bunlar lazımdır. Güney Azərbaycan vətəndaşı olmaq üçün bunlar lazımdır. Nədir məsələn? bir xarici vətəndaşa demək istəyirsiniz. Yox, Yəni bir xarici elə, bir adama. elə hər kəsi ki, siz tərif edin ki, kimlərə Yox, vətəndaş deyirsiniz? hər kəs ki o torpaqlarda doğulub, Hı o -hı. otomatik olaraq vətəndaş sayılır. Otomatikdir. Hətta o vətənin üstünə silah da götürsə? O gələcəkdə biz doğulmasından danışırıq. Ha, tamam. Yəni Tamam. o haqqı qazanır da orada. Amma sonra onun eyləmi, onun fəaliyyəti, onun biri gəlir məsələn vətənə xəyanət edirsə, hər halda da onun da bir hesab kitabı olur. Yəni o ayrı anlamdadır. Amma normal olaraq biri də xaricdən gəlir, orada məsələn deyək ki, sərmayə qurur, iş işləyir ya siyasi sığınacaq əldə edir. Onların da o idari prosedurlar çərçivəsində necə ki Avropada, Amerikada, Kanadada var. O şəkildə o vətəndaşlıq statusunu qazanır. Təbii ki, qazanandan sonra da yenə də qanun qarşısında onun məsuliyyətləri olur. Yəni o vətənin təhlükəsizliyi məsələsində əgər xəyanət olursa, o vətənə qarşı casusluq eləyirsə, başqa işlər çevirirsə, təbii ki, bunun da qanunun qarşısında yəni cavabdeh olur. Kimlər vətəndaş hesab olur, kimlər vətəndaş tanımırsınız? Sualın anlamını mən Yəni bayaq indi danışdım. Güney Azərbaycandan danışırıq. Güney Azərbaycanda əlvan məsələn burada bir İranlıq kimliyi var. Yəni hər kəsə desəz hüquqi olaraq sicillisi, pasportu falanı var. Yəni ki bu İranlıdır. Amma siz bir parti olaraq istəyəsiniz tərif eləyəsiniz ki, Güney Azərbaycanlı kimdir və ya tanıyırıq ya tanımırıq. Məsələn doğulubdur daha orada. Amma indi biz istiyoruz dövlət quraq və vətəndaşı tərif edirik. Evet. Ki bizim vətəndaşımız budur. Məsələn kimlər vətəndaşdır, kimlər vətəndaş deyil indi bu şəraitdə. İndi sizin dediğiniz doğru başa düşdümsə, deyək ki, məsələn bu günləri Azərbaycanlılar vardı ki, bugün Azərbaycan əleyhinə, Güney Azərbaycan əleyhinə də olmazın zülmünü eləyirlər. Orada biz bilmirik. Məsələn, insanların ölümündə, qətlində, bizim sərvətimizin əlimizdən çıxarılmasında, deyək ki, bir çox, deyək ki, farslarla daha beş betər, əlbir olub, bizim əleyhimizə, bizim millətin əleyhinə, o vətənin əleyhinə iş aparır. İşgəncə verir, zindan edir, ailələrə təcavüz edir, bir sıra hüquqlardan məhrum edir insanları. Təbii ki, bu artıq
o vətənə qarşı bir xəyanət, o insanlara qarşı bir xəyanətdə iştirak edir. Yəni siz deyirsiniz ki, hər kəs ki Azərbaycanda yaşır indi, bunları biz vətəndaş qəbul edirik ki, bunları gördükləri işlərin qabağında da eləyə bilər, qanuna çəkək, sorğuya çəkək. Belə düşünürsünüz? Təbii ki, yəni o zaman gələcək, yəni o deyək ki, dövlətimiz qurulandan sonra bütün məsələlər açılacaq. Bütün hesab kitablar ortaya çıxacaq. Kim kimi... Tamam, indi onda bir müşkül gəlir. Onlar iki vətəndən qıraqdadılar. Onları nə cür eləyəcək? İndi dedim də bizim şəraitimizi danışırıq. Hamı İran şey, amma sabahları istiyoruz, müstəqil olaq məsələn. İndi onlar ki vətəndən eşitdilər, onları nə cür götürəcək? Amma Azərbaycanda doğulublar, gediblər, orada yetişiblər, 2-ci, 3-cü, 5-ci nəslidir. Onları nə edəcəksiniz? Orada təbii ki, dövlət olanda o məsələlərin hamısını kateqoriyal, belə deyək də, dəstəbəndi edirsən, bəlkə belə desəm daha anlaşılır. Və belə deyək də, dövlət o məsələlərin o zəruriliyinə baxır, demokratik bir dövlətdirsə, o demokratik prosedur əsasında bir sıra tədbirlər görür. Yəni, biz həm də baxmalıyıq deyək ki, məsələn, birinin dədəsi, babası bu işi görür və xaricdədir. Onunla evladları doğubdur, filan və bunların heç bir o məsələdə suçu, günahı yoxdur. O, hər halda deyir, balanı dədənin əvəzinə də cəzalandırmaq olmaz. Yəni, o şəraitə baxır da, yəni şəraitə baxır. Yox, vətəndaşlığı danışırıq. İndi, məsələn, bunlar deyək ki, gedib Əl-Əhvazda qalıbdır, gedibdir Simnanda qalıbdır, gedibdir Kaşanda qalıb, Yazdidə qalıb, İsfahanda qalıbdır. İşdən ötürü 2-3 nəsil oradadır. İndi biz dövlət qururuq, deyirik, hər bir Azərbaycandadır, vətəndaşdır. İndi orada bizim bir 20 milyon Azərbaycandan eşitə adamımız var. 30 milyon adamımız var. Onlar nə cür olacaqdır? Yəni, onun vətəndaşlığı... Onların soyu olaraq Azərbaycanlıdırsa, soy olaraq. Yəni, məsələn, deyək ki, 7 nəsli Azərbaycanlıdır, ya 2 nəsli bundan öncə Azərbaycanlı olub. O gəlib, onu, necə məsələn, Yahudilər sübut edir, Afrikada yaşayır. Sübut edir, mən Yahudiyəm gerçəkdən. İsrail dövləti onu həmən pasportunu çıxardır, ev verir, pul verir, şərait verir, deyir, buyur gəl, İsraildə yaşa, misal. Ya məsələn, Finlandiya, İkinci Dünya Savaşından sonra Finlandiyanın bir hissəsi işğalda qaldı. Məcbur oldu, yəni Rusiyaya versin. Orada bunun insanları qaldı. İndi onların uşaqları, nəvələri gəlirlər Finlandiyaya. Elə deyirlər ki, biz də Finliyik. Sadəcə qalmışıq o tayda. Həmən o bir günün içində onun vətəndaş kimi qəbul edir, pasportunu verir, bütün hüquqlardan da bəhrələnir, gedir evində. Yəni, o prosedurlar, yəni, indi sualı təkrar eləsəm, sualı bir dəfə soruşsam, kimləri vətəndaş tanırsınız, kimləri vətəndaş tanımırsınız, nə deyərsiniz? Yəni, onlar ki, o torpaqda doğulubdur, yerlidirlər, vətəndaşdırlar, biriləri xaricdən gəlir, sığınacaq alır, onlar prosedur qaydası vətəndaşdır. Bir də, deyək ki, Azərbaycanlıdırlar, amma deyək ki, bir müddət gedib başqa ölkələrdə qalıblar, ya bir neçə nəsil. Onlar da geri dönəndə o vətəndaşlığı ala bilir. Vətəndaşlıq hakimiyyət tərəfindən verilən və rəsmiləşən bir geçici, bunun üstünə təkid edirəm, geçici siyasi hüquqi durumdur, yoxsa əzəli və əbədi bir haqdır? Deyək ki, hakimiyyət tərəfindən verilən. Bir Azərbaycanda biz doğulmuşuqsa, kim o haqqı bizdən ala bilər? Yəni, ora mənim vətənimdirsə, mən oranı özümə vətən bilirəmsə. Amma dövlət ya hakimiyyət deyək ki, bəlli nədənlərə görə, qanunlara görə, planlara görə bir sıra qaydalar
çıxardır. O biraz o hüquqşünaslar o məsələni yaxşı bilərlər. Mən çox belə onu Axı desəm bir hüquqşünaslar şey bilirsiniz, partiler bundan ötürü düzəldir ki, hüquqşünaslar mövcud qanunların üzərində, məsələn, indi mövcud qanun İranda İran qanunudur. Bizim qanunumuz yoxdur. Yəni sizin parti ya mən filan parti bir qanun qoymayıb ki, ya bu qanun təsvib olubdu, icra olubdu, hüquqşünas bunun üzrə gedəcək. İndi hüquqşünasa siz müraciət eləsəz, ya İran qanunu ilə gedəcək, İranlı olsa. Kanadalı olsa Kanada qanunu ilə sizə deyəcəkdir. Azərbaycan Cumhuriyyətindən sonra onun qanunları ilə gedəcək. Türkiyə Cumhuriyyətindən olsa onun qanunları ilə hüquqşünas gedəcəkdir. Amma bir partinin işi nədir? Teori olaraq tərif edir, qoyur ora, hətta parlimana layihə aparır ki, mən bu teori əsasında bu hüququ yaranmasını istəyirəm. Sonra vəkillər, hüquqşünaslar da onun üzü ilə bu adama yenə də tutar tutmaz onu danışır. doğrudur, amma yenə də onu məsələn siyasi qərar deyil ki bu. Siyasi qərarla məsələyə yanaşmaq bir başqadır. Ona hüquqi açıdan onu donatmaq bir başqadır. Bir də biz hansı mərhələdən danışırıq? Biz bu günləri milli azadlıq mərhələsindəki sürəcdən danışırıq. Onun öz proseduru, öz mübarizə anlamı, öz ictimai, siyasi, kültürel baxış anlayışı var. Dövlət olma məsələsində orada çox ciddi məsələlər vardı ki, o hamısı siyasi qərarlarla ola bilməz. Çünki orada hüquqi məsələlər, vətəndaş Siyasi haqları məsələləri. iradə hüququ təyin edir da. Ən sonuna gələndə hüququ siyasi iradə təyin edir, yoxmu? Elə deyil. Yəni hansı siyasi iradə deyək ki, təyin eləyə bilər ki, insanları soyqırıma uğratmaq yaxşı şeydir. Hansı siyasi iradə? Axı o şey deyil ki, bu bəhsən vətəndaşlığa rəbti yoxdur. Misal deyirəm, yəni vətəndaşlığa rəbti yox, amma hər şey siyasi iradə həll edir anlamına mən qarşıyam. Siyasi iradə, onu da hətta o soyqırımı da o tərif edir. Siyasi iradə tərif edir. İstəyək, istəməyək. Məsələn, əgər Hitler gücdə qalsaydı, dünyanı əlinə getirsəydi, soyqırımların hamısı iftixar hesab olacaqdı bu günləri dünyada. O Hitler dünyanı ələ keçirtmə, o başqa, amma yenə də o çökəndə, o məsələlər araşdırılanda, yenə də gecədə burada bu olub, burada bu olub, burada bu. Bu dəqiqə məsələn deyək ki, tarixə baxanda biz, deyirik ki, çoxlu yerləri biz almışıq, o biri farslar alıb, ərəblər alıb, filan alıbdır. Bunların hamısı adam öldürməklə alıblar. Heç kəs gedib onun başını oxşayıbdı, ay mən sənin başını tumarlayayım, yer ver mənə, bu cür olmayıbdı. Adam ölübdü, alıbdı. Amma biz onlara baxanda, çünki qazandığımız yerdə deyirik qazanmışıq. Biz bilmirik qətliam eləmişik. O tərəf ki uduzubdu, o deyir qətliam olmuşuq. Məsələn, farslar indi bizi geçən 100 ildə 3 dəfə biz deyirik qətliam olmuşuq. Onlar deyirlər ki, biz azadlığa getmişik, azad eləmişik sizi. Yəni baxın, siyasi iradə, onların siyasi iradəsi tərif edir ki, qətliam deyil. Bizim siyasi iradəmiz deyir qətliamdır. İndi onların hüququ əslən bunu qəbul eləmir. Bizim hüquq yaratsaq deyir bu qətliamdır, o gələcəkdə məhkəməyə. Yaxşı, indi normal o inkar eləyirsə, onun inkar eləməsi o hüquqi əsaslarla inkar eləmir ki. O deyir ki, belə bir şey yoxdur. Məsələn, deyir ki, Pişəvəri dövründə deyir ki, şahın ordusu çatmadan cəmaat özü bir-birini qırdı. Tutdular fədailərin başını kəsdilər. Tutdular fədailəri astılar. Günahı atır bizə. Amma o olayın olduğunu inkar eləyə bilmir. Biz indi sonra gətirib onu əsaslandıracağıq, şəkillərini, obrisini araşdıracağıq, hansı ailədən olub, necə o vaqiyyətləri, həqiqətləri üzə çıxaranda, mən ona görə dünən dedim, o kimliklərindən asılı olmayaraq, nələrindən asılı olmayaraq, 500 ildə üstündən keçsə, onların o tökülən qanların, o deyir, boğazlarından çıxaracaq. İndi o tarix 500 il bundan qabağın tarixi deyil ki, 500 il bundan qabağın tarixində şahlar öz uşaqlarının gözünü çıxardırdı. Elə deyilmi?
azadələrin hamısının anasını ağladırdı. Qoymurdu. Məsələn, Şah Abbasın deyək ki, uşaqları hamısının gözünə mil çəkmişdilər. Kör idilər. Yəni, o tərəfdən gəlin, deyək ki, Nadir Şah öz oğlunu kör elədi, məcbur oldu, sonra da belə deyək də, onun nəvəsini, yəni o oğlunun oğlunu, məsələn, çünki o bağlı. Sözümün canı bu ki, yəni bu o demək deyil ki, qeyri-insani bir iş olubsa, ona bir siyasi qərarla deyək, yox, belə bir şey olmayıb, inkar elə. Yəni onu elə deyil. Baxın, belə o mühəndislikdə ya bu Nəqşibərdarda bir şey var. Siz xəritə çəkirsiniz, məsələn, o xəritə Nəqşibərdar iləsində dürbinlərlə zaviyələr var. Onun bir istinad nöqtələri olur. Məsələn, 100.000 dənə istinad nöqtəsi olar. O 100.000 dənə gəlir, o deyək ki, şəhər istinad nöqtəsinə bağlanır. Şəhər istinad nöqtəsi Ostana, Ostanınki Keşvəriyə, Keşvərinki Cahaniyə, ondan sonra o xəritə çıxır. O bağlanır. Yəni, sistem gərək bu cür bir-birinə bağlı gedə. Biz eləyə bilmərik. Məsələn, mən ona görə deyirəm ki, hər şeyi siyasi olaraq biz ona bir nəsə gətirib ona bir ideolojik yanaşma qoysaq, bunun içindən çox dəhşətli şeylər çıxar ki, o millət onun altından çıxa bilməz. Tamam. İndi sorumu bir də təkrar edeyim. Vətəndaşlıq dövlət tərəfindən verilən və rəsmiləşən bir keçici siyasi haqq mıdır? Yoxsa əzəli, əbədi bir haqq mıdır? Doğulursansa o hüquqi haqdır, siyasidən ötə hüquqi haqdır və indi yerlidirsə o vətəndaşlıqdan o dövlət onu çıxara bilməz. Bəlkə hansısa şəraitlərə görə sonra onu qanuni olaraq necə həyata keçirər, o ayrı bir məsələ. Amma heç bir insanı vətəndaşlıqdan, gerçək vətəndaşlığından ala bilməzsiniz. Tamam. Dövlət və vətəndaşlıq, dövlət vətəndaşlığı vətəndaşlardan ala bilərmi? Sizin düşüncədə. Məncə almamalıdır. Məncə almamalıdır. Vətəndaş da əgər bir cəza törədirsə, hər halda o dövlətin qanunları qarşısında cavabdehdir. Yəni bu qədər. Vətəndaş vətəndaşlıq haqqını ata bilərmi? Atmalıdır. Yəni ata bilər deyəndə o hüquqa sahib olmalıdır. Qəbul eləməsin. Deyir, mən imtina eləyirəm məsələn. Adamlar var, məsələn deyək ki, Rusiya vətəndaşlığından imtina elədi. Elə bu savaşlarda. Deyir, mən Rusiya vətəndaşlığından imtina eləyirəm. Mən belə bir dövlətin vətəndaşı olmaq istəmirəm ki, işğalçılıq siyasət apar. Bəziləri var, məsələn, yarı Rus, yarı Ukraynlı. Məsələn, o Rusiya vətəndaşlığından imtina eləyir. Deyirək, mən nətər eləyim, mən anam deyək ki, Rusdur, atam Ukraynlıdır. Nətər olacaq? Mən necə eləyim? Hansını seçim? Bu Putin rejimi niyə bizi bu günə qoyur? İmtina eləyir, cırır, atır, deyir, mən sənin vətəndaşın olmaq istəmirəm. Ya o ölkənin vətəndaşı olmaq istəmirəm. O da onun məncə normal haqqıdır. Ya hər bir bireyi. Acaba vətəndaşlıq o haqlardan, yəni biz onu görürük, amma məsələn adamlar cinayət edib, bir ayrı ölkəyə gedib, mən vətəndaşlığını atıram, bir ayrı ölkədən də vətəndaşlıq alıbdır. Yəni iki vətəndaşlıq, çiftə vətəndaşlığı var. Məsələn, lazım gələndə mən vətəndaş deyiləm deyib, zülmdən qaça bilər. Elədiyi zülmün mücazatından qaça bilər. Bunlarda nədir olmalı? Məncə o cürmü cinayəti varsa, o vətəndaşlığından ona görə imtina edirsə, hər halda o dövlətin əsasları vardır ki, bu mənim vətəndaşım olubdur, bu cinayətləri törədib, o
Ya mesela bir tane ayrı sığındığı misal gün. vursam. Mesela indi siz Ukrayna ilə Rusiyanı misal vurdunuz. Mən də elə onu misal vururum. Mesela adam əsgərlik getməyə, mən indi eşitdim ki, mesela Ukraynada adamları gəlir evdən çıxardır, aparır ki, sən vətəndaşsan və əsgərlik eləməlisən, savaşmalısan vətən üçün. İndi Rusiyada ola bilər, olsun olmasın, amma belə bir şey xəbərlər eşidirəm. Doğru ola ya yalan ola. İndi məsələn adam deyir ki, mən oradan qaçıram çünki mən əsgər gedəcəm. Gedirəm, ay məsələn Kanadanın da vətəndaşıyam. Mən deyim ki, mən əslən Ukrayni qəbul eləmirəm, ya Rusu qəbul eləmirəm, cırım atım o yüzden deyim vətəndaş deyiləm. O halda ki, orada vətən bunu yekəldibdi, təhsil veribdi, babasının dərmanını veribdi, amma indi ki, vətənin ehtiyacı var, ona qaçıbdı. Burada nə cür ola bilər? Bunlar çox hüquqi detallı suallardır. Mən şəxsən ona Mən biraz cavab verməkdə. tamam. Amma mən hesab edirəm ki, hər halda o insan cinayət törətmirsə, sadəcə savaşa qatıla bilmir ya. İndi o Ukrayna qanunlarında o əskərlikdən boyun qaçırmanın cəzası nədir, necə olur, qaçarsa nə olar və s. O, hər halda məsələn belə bir qanun çıxardıblar ki, səhv Yəni eləmirəmsə, mən bu 50 misalı vurmaqda yaşından istəyirəm o ki, tərəfə gələcəkdə bizim də bunları misal vurmaqda istəyirəm gələcəkdə Güney Azərbaycanın da belə bir şəraiti də olsa, adam deyə mən vətəndaşlığımı atıram, 3 milyon, 5 milyon, 30 milyon Azərbaycandan deyək indi qaçıbdı zordan, gediblər Farsistana, ayrı yerlərə. İndi hər yerə, Ərəbistana filana. Bu 30 milyon məsələn deyək ki, lazım olanda mən dəviyəm, lazım olanda da quşam. Yox, Yəni bildim o anlamda deyirsinizsə, hər halda o bir qanun, qayda var. Yəni elə durduq yerə, məsələn, Ukraynada səhv eləmirəmsə 50 yaşdan yuxarı ölkədən kişilərin çıxması, erkəklərin, yəni kişilərin çıxmasına qadağa qoyulubdur. Yəni qanunla qadağa qoyulur. Sərhədlər bağlıdır, çıxa bilməzlər. Bu ölkədə sən buranın o deyir, suyun içirsən, o deyir, çörəyin yersən, dövlətdən hizmət alırsan, filan filan. İndi iş bərkə qalanda ölkədən qaçırsan, ona firarilik deyirlər də, yəni qaçmaq. O hesab kitabı məncə ayrı olmalıdır və ölkəyə hizmətdən boyun qaçırmaq ayrı bir məsələdir məncə. tamam. Çiftli vətəndaşlığa necə baxırsınız? Məncə yaxşı bir şeydir, amma indi baxır da hansı şəraitdə. Məsələn, bir ara Azərbaycanda məsələn ikili vətəndaşlıq normal idi, amma indi ikili vətəndaşlığı qəbul eləmir, bildiyim qədər. Necə? Niyə? Dəlilləri bilmirəm, ona görə soruşuram. Buna rəddi yoxdur, amma bilim. Dəlillərin də mən də dəqiq qanuni olaraq hansı səbəbdən olduğunu deyə bilmərəm, amma ola bilsin ki, məsələn, deyək ki, Qarabağ savaşı amili var idi, başqa amillər var idi, Rusiyada bəzi məsələlər var idi. Yəni casusluq məsələsi çox işarə edirsiniz. Yəni belə çoxlu o milli təhlükəsizlik məsələsi, ölkənin o şeylər məsələsi, sonra məsələn bu işğalçı qüvvələrin Qarabağda qalma məsələsi ki, həm biz Ermənistan vətəndaşı ola bilərik, həm Azərbaycan ikili vətəndaşlıqdan o cür istifadələr olması, həm buradayam, həm oradayam, həm ondanam, həm bundanam. Belə, yəni bir sıra mənə elə gəlir ki, ciddi nədənlərdən dolayı Azərbaycan o məsələni qanunla saxladı. Yəni siz indiki Azərbaycanın, Güney Azərbaycanın gələcəyində çiftə vətəndaşı bu təcrübə ilə necə görürsünüz? Yenə deyirəm, o zaman bizim məsələn şəraitə baxılmalıdır ki, bizim nə qədər məsələn əmniyyəti təhdidimiz var. Yəni bir dövlətin əsaslarından biri vətəndaşının güvənliyini sağlamaq, o dövlətin güvənliyini sağlamaq, dövlətin imkanlarının güvənliyini qorumaq, orada o təhdidlər və təhdidlərin boyutu, məsələn yenə Azərbaycandan misal çəkirəm, Azərbaycan
sərhədlərini güvənlik nədənlərinə görə hələ də bağlı saxlayır. Yəni piyada gedə bilməzsən ya maşınla gedə bilməzsən. Ancaq təyyarə ilə, uçuşla gedə bilirsən. Bundan hətta keçən dəfə Azərbaycan prezidenti İlham Əliyev dedi ki, mən başa düşürəm vətəndaşlarımız Rusiyada yaşayan, digər yerlərdə çalışan narahatdılar, onlara əziyyət olur, pulları çox xərclənir ölkəyə gəlməyə. Amma biz bunu başa düşməliyik ki, Azərbaycanın milli təhlükəsizliyi, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və bir çox səbəblər buna səbəb olur. Ona görə də biz bunu həyata keçiririk. Gözəl, gözəl. Vətəndaşın sizin partinin, təşkilatın baxışında vətəndaşın hangi haqları var? Vətəndaşın çox haqları olur. O baxır ki, birinci o bərabər hüquqlu olmalıdır. Heç bir ayrı seçkiliyə məruz qalmamalıdır. Cinsiyyətinə görə, dininə görə, ictimai statusuna görə ona fərq qoyulmamalıdır. Və ölkənin bütün fürsətlərindən bərabər faydalanma şəraiti onda olmalıdır. Yəni o hiss eləməlidir ki, o yaşadığı ölkədə ona yaradılan şərait qanunla təzmin olur və ona bütün o digərlərinə verilən fürsətlər verilir və heç kim də buna maneçilik törədə bilmir. Yəni dövlət onun qarantı olur. Mən belə baxardım. Vətəndaş və vətəndaşlıq haqları bireysel bayaq soruşdum, amma yenə də soruşum. Bireysel ya fərdi midir, yoxsa vətəndaşlıq toplumsal və milli haqlardır? Yəni təbii ki, bireysel haqdır, fərdi olaraq hər bir, çünki fərdlərin hüquqları deyində, amma toplumsal o bir vətəndaş cəmiyyəti qavramı dediyimiz anlayışda o deyək ki, yəni o anlamda da deyə bilərik. Çünki dövlət deyək ki, o vətəndaşlara o verəcəyi, o necə deyərlər, o hüquqları fərdi versə də o toplumsal o hüquqların faydalanması məsələsində bərabər şəraitin yaradılması var. Onun hər halda necə deyirlər, bir sıra təminatlarını nəzərdə tuturam. Ona görə də yəni o ictimai, iqtisadi təminatları biz o cür görə bilərik, amma hesab edirəm ki, dövlət bireysel hər bir vətəndaşa ayrı-ayrılıqda o hüquqları onlara tanıyır. Məsələn, verməlidir. Əgər bir gün bir qonşu millətlərlə, Güney Azərbaycandan danışılır ki, istəyir dövlət olsun. Ya dövlət quruldu. Əgər bir gün bizlə qonşu millətlərdən və toplumlardan biri ilə savaş çıxdı. Onda o toplumdan olan vətəndaşlarımızın vətəndaşlığına necə yaxınlaşırsınız? Məsələn, bizim Kürt var, Lor var, Fars var, Gilək var. İndi sabahlar biz bunların biri ilə savaşa girdik. Hər nə dəlildən dolayı. Bunlardan da bizim içimizdə vətəndaşlar var ki, burada yaşırdılar illər boyu. Biz də orada gəliblər, deyiblər ki, biz burada yaşırıq illər boyu. Biz də vətəndaş qəbul eləmişik bunlar. Əlbəttə ki, orada anladım. İndi yəni bu anlamda deyirsiniz, onun ona dəxli yoxdur. O sizin vətəndaşınızdır. Məsələn, deyək ki, bu günləri Azərbaycanın əraziləri 30 il işğal altında idi.
Amma Azərbaycanda 30 min erməni yaşayırdı, vətəndaş. Və Azərbaycan onların hüquqlarının heç birisini onlardan almadı, məhrum eləmədi. Amma Ermənistan 300 minə yaxın, səhv eləmirəmsə, Azərbaycanı çıxartdı Ermənistanı, qovdu. Bax, məsələn, fərq bu olur. Biz eləyə bilmərik o, məsələn, deyək ki, hansısa bir etniklə bir ixtilafımız çıxıb, nəsə bir şey, savaş deyil o. Sadəcə ixtilafdır, məsələn, nəsə. Götürək bunları da, deyək ki, sabahdan sürgün olacaqsınız. Bu, yəni, belə bir şey olmamalıdır. Çünki o, sənin vətəndaşındır. Təbii ki, onun içində xaini, casusu falan, o da fərqi yoxdur. Yəni, o hüquq qarşısında cavabdehdir. O ayrı bir məsələ. Amma toplumsal bir cəza tətbiq eləmə. Çünki o millətdəndir. Məncə bu İndi qeyri-insani məsələn bir... mən buna baxanda görürəm ki, tarixə baxanda görürəm türklər tarixdə həmişə bu siz müdafiə elədiyiniz tezlə gediblər. Həmişə beləsi olublar. Amma məsələn bunun qarşısında Məsihiyyət dünyası beləsi olmayıbdı. Məsələn ən son 2-ci Dünya Savaşında Kanada savaşa giribdi. Çox da gec girib əslində. Amma o savaşa girəndə Japonlarla üçün savaşırdılar. Tamam burada Kanadada Japonların hamısını yığdılar, hamısını. Uşaqlı, böyüklü. Onlar üçün neçə nəsil idi burada idilər. Hamısını yığdılar, apardılar bir dənə kəmpə. Divarlar tikdilər, getdi göyə. Adamları, o savaş qutarıncan adamları oradan qoymadılar işiyə çıxa. Yəni o Demokrasi adına, azadlıq adına, hər nə adına. O 70 il öncə, yəni 1000 deyək ki, məsələn Avropanın özündə bu şeylər var idi. Yaxşı bir adı var idi, amma insan sirkləri, yəni sirk kimi insan o nümayişlər düzəldi. Afrikadan, oradan, buradan kölə deməyək də müxtəlif insanları nümayişə qoyurdular. Və o Avropalığın üstünlüyünü göstərmək üçün, bunlar nə gündədir, məsələn, tapırdılar, harada tühlü adam var, biraz, məsələn, meymuna bənzəyirsə, biraz qeyri-adi görünüşü varsa, qaraları özəlliklə, ya boyu balaca olan adamları, ya çox uzun olanları tapırmışlar, gəlib, məsələn, Parisdə bunu, İngiltərədə, bir çox ölkələrdə bunları nümayişə qoyub turist cəlb edilmişlər. Amma görün bugün onu eləyə bilərlər. Amma ya sabah məsələn, savaş çıxsa, məsələn, bir dənə dünya savaşı çıxsa, ya ciddi bir savaşa girsələr, mümkündür bu işi görərlər. Dünya savaşı, ola bilər, məsələn, bir zaman o şərait çıxdı, yəni o şəraitə görə nələrsə dəyişəndə onu... Azərbaycan Cumhuriyyəti bu işi görmədi. Türkiyə bu işi görmədi. Osmanlı bu işi görmədi. Bizlər tarixdə bu işi görməmişik, amma hər zaman ki o tərəf bu işi görübdü, biz onların gözü ilə baxırıq. İndi orada savaş yoxdur, belədir. Amma sabah koronada gördük da, korona olanda tam mərzilər getdi yerinə, nə bilim, bu onun əlindən tutsun, alsın davaları, bu bunun əlindən alsın. Yəni hələ çox savaş deyildi əslində, amma yəni məsələn məsələ idi, böyük məsələ idi. Amma orada gördük. Amma bunu məsələn biz tarixdə eləmirik. Eləməmişik. Yəni biz bu günü məsələn birin sürgün salaq torpaqlarına. Yəni siz də işarə buyurdunuz. Ermənistan Azərbaycanlıları ki, şeydə yaşırlar, İrəvanda yaşırlar, Çuxur Səhiddə yaşırlar. Oradan hamısını salır işyə, adamları qoymur, paltarlarını götürürlər, qızıl-mızılını götürürlər, hamısı da alır əlindən saxlayır. Amma biz burada məsələn hələ də savaşın içində də belə 30 min dana erməni bizim vətənimizdə qalır. Sonra da savaşırıq, çıxadanda onlar da ki gülləni, axir gülləni atır, gülləsi yoxdur, əlin qozur, təslim olur. Məsələn onlara da deyirik, istəsələr gəlib vətəndaş ola bilərlər. Təbii ki, ona görə məsələn fərqlənirlər dövlətlər, millətlər, toplumlar. Yəni illa da məncə o olmamalıdır ki, hər şeyi belə şiddətli cəzalandırma yolları ilə eləyək və mən elə hesab edirəm ki, biz əgər
Güney Azərbaycanda demokratik bir toplumun formalaşmasından, dövlətin formalaşmasından yanıyıqsa, eyni halda ki, o toplumun, dövlətin milli təhlükəsizliyi qorunur, rifahı qorunur, digər məsələləri öz həllini tapır. Eyni halda da bir sıra tədbirlər alır ki, o deyir, xoşagəlməz hallar baş verməsin və o hüquq dövləti olaraq həm də öz fəaliyyətini davam etdirsin. Məncə bu demokratik və hüquqi dövlətin qurulması məsələsində çox önəmli. Biz eləyə bilmərik indidən bütün qeyri-Azərbaycanlı insanlara, millətlərə qarşı nifaq və yaxud düşmənçilik toxumu beynimizdə ermənilər kimi qoyaq və oldu, olmadı, məsələn, onu deyir, hər gün mədrəsələrdə, orada, burada, evdə, ailədə danışaq və yaxud qanunlarda onu əks etdirək. Mən hesab edirəm ki, çox ağıllı yollar vardı ki, həm savaşların qarşısını almaq olar, həm bir sıra ixtilafların qarşısını almaq olar. Çoxu da qayıdır təbii ki, o milli siyasi, iqtisadi güc olma, yəni potensialları özü harda gücləndirəsən ki, o halların baş verməsinin qarşısını orada alasan. Çox sağ olun. Mən əslində bu bəhsi qutardıq. Keçməlidir o birisi bəhsə, amma o birisi bəhsə baxıram, ya gərək yarımçılıq qoyaq ki, bizim bir iclasımız var bərabər. Başqa bir iclasımız var. Bilmirəm ki, bir 15 dəqiqə qalsın, sabahları davam edərik. Elə burada qalsın, sabah davam edərəm. Çox təşəkkür edirəm, var olun. Siz buyurun, mən bir xülasə, fəqət bunu ərz edeyim xidmətinizə getmədən ki, siz bu günlərdə Milli Ərdəmli unvanını aldınız. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Gecəz xeyrə qalsın. Mən təşəkkür edirəm, gecəz xeyrə qalsın. Var olasınız, sağ olasınız. Milli Ərdəmli unvanını aldınız, burada yazdım. Əziz və hörmətli dostlar, çox təşəkkür edirəm. Bizim bu günləri bir başqa iclasımız vardı. O iclasda huzur tapmaq üçün məcburuq ki, biraz tez başladıq, çox tez qutardıq. Onun üçün çox bizim üzrümüzü, saygılarımızı qəbul eləyin. Bəzən öncədən planlanmış proqramlar olur, onlara getmək zorunda qalırıq. Ərz edeyim ki, düşüncə bağı proqramını apardıq. Bu günləri də Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin üzvlərindən, idarə heyətindən Sadıq İsabəyli cənabları sorularımıza cavab verdi. 2 dana önəmli bəhsi ortaya qoyduq. Mənim zehnimdə taza bir, yəni bunları bəzən hətta özüm qabaqcan yazmışdım, danışmışam, bunları yazmışam. Amma məsələn bu günləri görürəm ki, fərqli baxmaq imkanı gəldi. Yəni danışmaqda dostlar belə bir şey ortaya çıxır. İnsan o zaman ki mübahisələr edir, sorular ortaya qoyur, sorulara cavab axtarır və bu bir özündən çıxır işə 2-3 nəfər ilə, 10 nəfər ilə danışır. Onda taza fikirlər çıxır, taza təriflər çıxır, taza durumlar ortaya gəlir ki, bizə çox yol aça bilər. Teoridə, düşüncədə bizə çox anlam verir. Məncə bunlar önəmlidir. Düşüncə buradan çıxır, fəlsəfə buradan çıxır, qanunlar buradan çıxır. Bizim bəlkə, nə deyirlər, qanunu bir fərqli düşünürük, amma mən bu cür düşünürəm ki, düşüncə qanunların əsasını qoyur, düşüncədir ki, qanunları yaradır, hüquq düşüncədən sonra gəlir. Yəni, düşüncə, farsda zirbəna deyirlər, təməldir. Düşüncənin üstündə hüquq yaranır. Düşüncənin üstündə siyasət yaranır. Düşüncənin üstündə davranışlar şəkillənirlər. Əlbəttə, bəzən davranışlar olur, düşüncə onu düşüncəyə çevirir. Yəni, mümkündür bir iş görək, o işdən ya görmüşük, ya bir işi görməmişik. Ondan müdafiə eləmək üçün bir düşüncə yaradaq. Bu, insanlıq tarixində çox beləsi olub. Yəni, bir iş görünübdür, bir hadisə üz veribdir. Ondan sonra, məsələn deyirəm, eyni cinsidən
erkəklərin ya qadınların bir-birindən evlənməsi, bir-birinə əlaqə qurması. Məsələn, bir dənə hadisə olubdu, onu aydınlatmaq üçün ya ondan difa eləmək üçün bir fəlsəfələr ortaya çıxıbdı. O fəlsəfə yayılıbdı, bu günləri qəbul olunur. Bəzən də məsələn bir hadisədən qaçmaq üçün olubdu. Məsələn, Nəcat pərəstlikdən qaçmaq üçün bir zamanlar Nəcat pərəstliyi çox da yaxşı bilirdilər, elm hesab edirdilər, üstündə təhqiqat edirdilər, adamlar fərqlidirlər, beyin fərqlidir, beynin böyüklüyü, kiçikliyi var, bədənin üzvlərinin, hətta göz başların rəngindən əlavə, yəni bir-birinə yaxınlığı, uzaqlığı, üzün yekəliyi, bədənin yekəliyi, kiçikliyi, bunları bir zaman Nəcat olaraq danışırdılar. Məsələn, deyirdilər ki, çoxlu Nəcatlar var və Nəcatlar da çox fərqlidir. Onun ağılları da ona görə fərqlidir, düşüncələri də ona görə fərqlidir. Məsələn, bir zaman onu inkar edərdilər. İndiki yenə də başlanıb deyirlər ki, insanlar fəqət biz deyildik ki, Adəm Həvvadan gəlmişik. Bəlkə çoxlu insanlar var ki, elə indi də qatışıbdır, indi də yaşırlar. Amma məsələn, bəziləri bunların qətliam olublar, gediblər, bəziləri diridirlər. Mesela bunlar indiki yine de elm olarak düşür ortaya. Ama her birisi bir hukuk yaradır. Her birisi evvel düşünce yaradır, sonra ona hukuk yaradır. Hatta davranışlar, onlarla da mesela qərələrə görə, mesela bir də insanlar qərələrə adam bilmirdiler. Mesela Müslümanların ve Türklerin tersinə ki, biz qərələrə adam bilirdik. Dinləri ola olmayan, adam bilirdik. Qur'anda belə bir şey var idi. Müslümanlar da bunu qəbul edir, Türklər də bunu qəbul edirdi. Amma məsələn, Məsihiyyətdə yüzlər il bəhs olub ki, qərələr adamdılar ya yox. Latin Amerikalılar adamdılar ya yox. Və qərar veriblər ki, Latin Amerikalılar adamdılar, insan ruhu var onlarda. Onun üçün biz onları alıb satanmarıq. Amma Afrikalılar, qərələr adam deyirlər, insan ruhları yoxdur, biz onları alıb sata bilərik. Yüzlər il bu fəlsəfənin üstündə gediblər, şey eləyiblər. Ya məsələn, biz Türklər də, Müslümanlar da getmişik, Avropanın bir çox yerlərini almışıq, Məsihi dünyasını almışıq. Amma məsələn, heç kəsə deməmişik ki, sizin haqqınız yoxdur. Yayda, qışda, gecə, günüz, yataq otağınızın belə qapısını bağlayasınız. Siz ər-arvad orada yatmışsınız ki, haqqınız yoxdur qapını bağlayasınız. Çünki bizim məmurlarımız hər an istədilər sizin qapınızdan girib, otağınızda sizin yorğanınızı qozuyub, üstə altda siz görməlidirlər ki, siz neymişsiniz? Amma Avrupalılar bu işi görüblər. Düşüncə yaradıblar onun üçün və mən bir şeyə qulaq asırdım, bir xanımın, ərəb xanımın müsahibəsinə qulaq asırdım. O deyirdi ki, 1980 neçədə bu qanun hələ İspaniyada var idi. Təftiş əqaid çap istəyirik, məmnun oldu filandır. Bunun qanunu İspaniyada olubdu, Müslümanların əleyhinə olubdu. Bunun tərsinə ki, deyirlər, qalilə filan, bəhman, təftiş əqaid, onlar deyil əslən. Əslində bu təftiş, hətta mənə indi bir belə düşüncə yaranıbdır ki, əcəbə qalilə ailəsi Müslüman imiş mi? Türk imiş mi? Bir zaman. Biz bunu mütəəssifanə üstün örtüblər. Biz bu açıdan heç vaxt baxmamışıq. Görək ki, məsələn, o adamlar ki, İspaniyada xüsusilə odda yandırılıblar, dara asılıblar, bunları çox əziz vəziyyətlə şikəncələr ediblər, öldürüblər. Məsələn, bunlar hamısı da iddia edir, biz bunlara deyirlər, siz Məsihi deyilsiniz. Nəyin ki, məsələn, elmi düzəltmişsiniz. Yox, onlar ötür deyildi. Bunları bizə, qulağımıza şey eləməsinlər. Bunlar bizi brainwash ediblər bizi. Əsli buydu ki, bunlar o təftiş əqaid dadgahları müsəlmanlıqdan çıxıb çıxmayıbdır, doğrudan inanıb Məsihiyyətə ya yox dadgahları idi. Çünki onda indi bu şey İspaniyanın o qisməti ki şey oldu, yadımdan çıxdı, dostlar mənə köməklik eləsələr, ora ki müsəlmanlar almışlar, sonra getdi. Mesela oranı alandan sonra bir qanun keçdilər Məsihlər ki, burada hər kəs gəlir, müsəlmanlar ya gərək Məsihi olalar, həm doğru Məsihi olalar. Bunun doğru Məsihliyi da kilisə təşxis verirdi və əgər məsələn bunlar yalan deyirlər deyə bunlara aparda şikəncə edirdilər, bunları yandırırdılar filan bəhman. Mən fikir edirəm ki,
biz tarixə yenidən baxmalıyıq. Bu haqda ki, Avropada gedənlər türkləri və müsəlmanları təsviyə eləmək üçün belə bir şeydir. Fikir yaratdılar onun üstündə, onun üstündə düşüncə yaratdılar, onun üstündə fəlsəfə yaratdılar, onun üstündə din yaratdılar, məzhəb yaratdılar. Hər halda çox uzatdıq, mənim iclasım vardı ki, etməliyəm. Əziz dostlar, sabahları Təbriz vaxtı ilə 9-da yenə qonağımızla gələcək, amma qonağımız da işə getdiyi üçün məcbur 2 saatdan izafi olmur. Çox sağ olun, gecəniz xeyrə qalsın, görüşmək üzrə.